Yod nəyə lazımdır? Yod tiroksinin əmələ gəlməsində çox böyük əhəmiyyət var. Bu tiroksin nədir? Bu tiroksinin, əmələ gəlmiş tiroksinin demək olar ki, 95%-i qlobulinlərlə birləşir. Globulinlə birləşərək trioglobulin əmələ gətirir. O globulinləri higroskopilikdən aralayır. Yəni daha higroskopik olmur. Adi halda globulinlər pambıq kimi çox higroskopikdir, suyu özünə çəkir. Qanunla su bədənimizdən 100% hamısı bədəndən çıxmalıdır. Çünki qanın tərkibində molekul çəkisi 70 mindən aşağı nə varsa hamısı sidindən xaric olmalıdır. Amma bədənimizdə albumin, globulin, fibrinogen var, zülallar. O zülallar çox higroskopikdir, o suyu özünə çəkirlər. İndi fikir verin, tiroksinin 95%, 5% tiroksin qalır. Bu 5% tiroksin insanın tükündən tutmuş dırnağına qədər, sinir sistemindən tutmuş əzələ sistemi, oynaq, bütün hər bir sistemə, hər bir hüceyrəyə təsir edir. Çox qəribə bir şeydir. Yeganə deyərdim ki, orqanizmdə hormondur ki, bu o bütün bədənin hüceyrələrinə təsir göstərir.